Dostlar, gördüğünüz bu yere deyilir Üzən Saray. Biz hal-hazırda Üzən Saraydayıq. Allah dəlixana düşdü. Vur, vur. İnşallah bu insanlar burada yaşayırlar. Hamısı sidik yerlərdir. Hərəsi yeni bir yer yaradırlar, yeni bir tualet yaradırlar. Qoca olandan sonra 5 dənə uşağı var ala. Ne gözəl də. Cüpbuş. Tulandı üstüme. Gel. Gel elime gel. Ha. Oo. Buna bak toza. Bibi kadın alıram. Bibi. Mama kurban eləmə. Ceypurda ikinci günümüzdür millət. Gedirik. Bugün ən birinci vacib şeyimiz nədir? Ən vacib işimiz Aqraya bilet almaqdır. Aqraya bilet alandan sonra başlayacaq gəzməyə. Sizi bugün də bir-iki dənə maraqlı yerə aparacağım inşallah. Belə indi bir dənə Aqranın biletini alaq ən vacib. Bilək ki, sabahlar nə vaxt necə eləyəcək. Ondan sonra görüşərik. Belə yolla gedirəm. Bax, yolun qırağında belə apelsin mandarin satırlar. Burada bərbərimiz var. Bərbərdən gəl soruşaq, görək. How much is your haircut? Haircut? Yeah. 200. Uşaqlar, bərbər indi işim var. İstifadə elədiyi ləvazimatları sizə göstərirəm. Suyudur, pudrasıdır, şampunudur falan filan. Bunlardan istifadə eləyir. Hal-hazırda üz qırxmaqla məşğuldur. Birinci partiyaya gedib ikinci partiyaya və bu proses hamısı küçənin ortasında təmiz şəkildə həyata keçirilir. Yəni, ən məşhur, ən təmiz bərbərlərdən biridir Hindistanda. Məsələn, bu onun istifadə etdiyi digər qablardır. Görürüz ki, digər qablardır. Burada yığır. Məsələn, orada şotkası var. Üzünüz adı təmizləməyə, o şotka ilə təmizləyir. Belə də qəşəng, səliqəli, səhmanlı. Baxın, gör necə səlis və dəqiq işləyir. Başqa şotkası da var imiş. O köhnə şotkadır, təzə şotkası var. Əmoğlu özünə təzə şotka alıb, təmizlədi. Dəsmal bir dənədir, hamıya yeni dəsmal istifadə olunur. Burnun içində təmizlədi. Maşallah, maşallah. Gözəl. Bunlarda masaj da mövcuddur, deyəsən. Yox, masaj deyildi bu. Yenə onun üstündən suladı. Qaşım oldu gül. Gül oldu gül. Uşaqlar, deməli, bax, əmmimiz çölün ortasında dırnağını tutur. Çox normaldır bu. Ən normal hadisələrdən biridir. Çox yeni, çox təmizkar formada ayaq dırnaqlarını küçənin ortasında tuturdu. Uşaqlar, bileti almadım. Ona görə almadım ki, hamısı şeydir, ya axşamadır, ya gedi saat 2-də 3-də çatıram mən Aqraya. Ya da bir dəxilsiz momentdə 12-də çatıram. Yəni hamısı axşam avtobuslarıdır və Aqraya buradan 5 saatlıq yoldur. Çox anormal bir vəziyyət yaranır mənim üçün. Hələ ki almadım, dedim axşam 7-yə gəlsəm bilet tapacam, deyə tapazsa axşama qədər görüm buranı çəkib bitirə bilsəm, alıb bilet çıxacam. Bitirə bilməsəm yatacam. Sabahlarım artıq alaram biletini. Neyim ki? Allah dəlixana düşdü. Allah dəlixana düşdü. Vur, vur. Vurmayanım da. Vurmayan lap elə. Mama qurban səbirləşmə. Allah bir dəqiq. Ayrın, qoymun dalaşsınlar. Mama qurban. Dalaşmıyor. Dalaşmıyor. Okey. Burası gəldim, no video. Okey də no video. Çox da ölürdüm siz davamıza baxmalı. Uşaqlar, nəysə. Davadan qabaq təsadüfən bir adamla yenə qarşılaşdım. Ondan da bilet qiymətlərini və zamanını soruşdum. Bunda saat 10-a bilet var. Dedim, biraz düşünüm, 7-8 üçün qərar verib bura gələcəm. Dedi, laf 10-a da gəlsən yer taparam sənin üçün. Dedim, Allah sənin canı çıxıq eləsin. İndi gəldiyim yerə, əslində bu saatlarda gəlmək lazım deyil. İndi gəldiyim yerə gəlirsiniz ya gün batımında, ya da gəlirsiniz axşamlar. Sadəcə mən buranı sizə göstərəcəm, izah edəcəm nə olduğunu. Dünənlərim Amberford arxadadır. Mən dünənləm digər videolarıma baxanlar bilir. Digər videomu deyəndə ki, bundan qabaqki video baxsız kifayətdir. Orada Amberforddan çəkiş eləmişəm. Hal-hazırki məkan Amberfordla şəhərin mərkəzinin ortasına yerləşən marşrutdadır. Adı Cəl Mahal adlanır. Hə millət, bura gələndə görəsiniz ki, belə çoxlu adamlar var, turistlər də var, yerli cəmaat da var. Deməli, buranın mahiyyətini sizə izah edirəm. 300 il bundan qabaq Amberfordda şah oturur və fikirləşir ki, mən neyiniyim, nağarım, bekarçılıqdır, bu xalqı da hər şeyi həll eləmişəm, amma görəcək, eləyəcək bir işim yoxdur. Neyiniyim, yığır vəziri zadı başdakı qaqaqadan alaram sənin, mənim beynim işləmir, sən yaxşısan, mənim fikirləşən yerim sənsən. Bu, yətər olacaq bunun axırı, mənim ürəyim sıxılır. Ola yıxılmışdım. Gəlməyəm bu quşu sizə göstərim, davam edirəm. Bax, quşa bax. Çox rahat gəlib oturub burada. O vaxtdan mı otura bilmirdi? Niyə? İndi izah edəcəm. Vaşim, ay qaqa, mən nağarım, neyiniyim? Yığışırlar, məsələtləşirlər, o yan, bu yan. Axırı çönür, biri deyir ki, bizdə yaxınlıqda Mansaqar bir dənə göl var. Gəl gedək orada sənə bir ev tikək.
Deyirəm, neynirəm o evi, nəyəm o? Deyir, gördüm bekarsan, tüfəngin gövü silahı bu. Nə indi o devirdən 3 il bundan qabaq nə olub? O yəqin ox olubdu. Oxu götürürsən, gedirik orada qəşəng quşlar olur, balıqlar olur falan filan. Gedirik onları ovla. Boşun bunların qərarı olur ki, Amberforddan çıxıb bura ovlamaq üçün gələcəklər. İndi hal-hazırda sonra bura çişli idi də, pis gündə idi. Balıqlara bax bir dənə balıqları da göstərim sənə. Sağ olsun, qaqam gəlir yedizdirir. Qaqam maşallah ürəyi yumşaq adamsan. İnsan adamsan. Allah ürəyincə versin. Allah ürəyincə versin. Allah doyunca versin. O yerdə göstərim təkrar sizə. Deməli baxın, görün, əslində ciddi deyirəm. Bu hissəmi çox ciddiyəm ki, çox gözəl məkandır və mən buradan axşam keçdim. Kaş elə axşam düşüb çəkərdim. Onun əksi suyun üstünə düşürdü. O qədər gözəl görsənirdi. O qədər mükəmməl. Sadəcə motosiklla gedirdim və fikirləşdim bu gün gələcəm bura. Heç ağlıma gəlmədi ki, mən bura axşam gəlib çata bilməyəcəm. Avtobus problemi falan yaranacaq. Nəysə, okey. Bunları pis şeylərdən, negativlərdən danışmır. Hoşum 3 il bundan qabaq bunlar bunu tikməyə qərarına gəlirlər. Və maraqlısı odur ki, bu tikilinin, bu memarlığın su qalxmayıb da, suyun həddi qalxaraq o altında qalmayıbdır. Bu elə belə tikilibdir. Hal-hazırda gördüyünüz sizin 1 mərtəbədir. Bax, bu 1 mərtəbədir. Bu ölçüdə suyun altında hələ 4 mərtəbə var. 4 mərtəbə. Yəni bu binanın 80% suyun altındadır uşaqlar. Təsəvvür edirsiniz? Və bu bilinək 300 il bundan qabaq düşünərək tikilib ha. İndi memarlar istəsələr bunu eləyənməzlər bəlkə də. Yəni adamlar düşünüblər ki, suyun altında ev tikirlər kişi. Başım tikirlər, gəlirlər, ovlayırlar, eləyirlər. Hala sonra həmən devirdə bu sular çox çikli olubdu. Dövlət buna artıq əl qoymaq qərarı veribdi. Su təmizlənibdi. İndi buna təmizlənmək demək olarsa baxın da, yəni indi buna təmizlik deyiriksə, gör indi əvvəl nə olub da. İndi bu təmiz sayılır. Əvvəl gör nə gündə olub. Buna bax. Burağa bax. Orağı görsən ümid edirəm. Dövlət bir sözlə buranı təmizləyib və bu təmizlik deyilir buna. Bu hala gətiribdir ki, buranı səliqəli bir yer eləsin. Hal-hazırda heç bir turist ora nə qayıqla, nə başqa cür gedib çıxa bilmir. Buna şərait yoxdur. Amma dövlət adamları, xüsusi məmurlar falan ora gedə bilirlər. Orada nə edilə bilmirəm, amma ora gedirlər. Yəni bu dövlət tərəfindən ora gedilən yerdə, amma xalq tərəfindən və ya turist tərəfindən ora getmək mümkün deyil. Amma getmək olsaydı mən şəxsən gedərdim, çox gözəl yer. Yəni Amberforda gələcəyimə ora gedərdim. Çox möcüzəli bir şeydir. Yəni 3 il bundan qabaq sən necə suyun altında tikildi kimsə? Və necə o su girmir o binanın içərisinə, çox maraqlıdır. Adamlar bunu necə eləyiblər? Bilmirəm, valla başa düşmürəm, amma eləyiblər. Faktiki eləyiblər, faktiki var bu bina. Çox gözəldir, yəni Jal Mahal. Buranı gəlib görməlisin uşaqlar. Görülməsi yerlər deyirdiniz Hindistanda, Jaipurda. Alın, bu da sizə görülməsi gərəkən yer. Dağların qoynunda. Amma Qəbələ Nohuru oxşur ha biraz. Qəbələ Nohuru gölünə oxşur bu. Amma o şeydə Qəbələ Nohuru gölündə belə bina yox. Tiksəydilər, bu da partladardıq. Biz də partladardıq. Belə bir yerdir uşaqlar. Qalan da belə gənclər zatlar gəlir və plus burada yaxşı tərəfi ondan ibarətdir ki, mən açıq oturmamışam restoranda, gəlib oturacam. Üzbəyizinə qəşəng restoranlar var. Burger Farm var, oxşur ki, çöl görüşünə qəşəng oxşur. Nothing Before Coffee, fikirləşəm orada qəşəng kofe olar və Brown Sugar. Fikirləşəm ki, oralarda əyləşə bilərsiniz. Göl boyda belə heykəllər tikilibdir, gəlin onları da sizə göstərim. Xarici vətəndaşlar da bizlə paralel burada yeriyirlər. Bu da onların zadı tikilisi, heykəlləri. Bu indi ki, Allah şah gəlir, şaha da var, film belində oturub, qaqa. Film belində oturub, belə gəzə-gəzə, çalğıçılarla, zatlarla da, rəqs eləyəni ilə, nə bilim ya. Bunlarla bir yerdə gəzə-gəzə gəliblər, çıxıblar Amberforddan bura. Amberforddan bura motosikllə 10-15 dəqiqə çatmaq olar. Fillə fikirləşirəm, bir çatarsan da nəyəm. 40 dəqiqə, 1 saata. Bekarsılığı öldürmək üçün olub da, bu 100%. Dostum gəlibdir ki, boşum, maqnit satıram. How much? 100 rupiya piece. 100 rupiyə 3 dənəsini satır. Mən də seçdim. Deməli, bir dənə belə indiyə seçdim uşaqlar. Əslində 3 dənə almışam, indi yenə də 3 dənə alıram. Bax, belə indiyanın şeyşülə düşən. Bu da indiyanın şeyşülə düşən. How old are you? 11. 11. You are going to school? This is school clothes, yeah? Yes. And you are working, yeah? Yes. Have you got father and mother? Only today? Why? Why you are going only today? Why you are not going to school? Tell me. Why you are not going to school? Mama qurban, get məktəbə. Okay, man. See you. Sure. Good. Uşaqlar, tez bazar istəyirəm sizə Hindistan pullarını göstərim. Koşumu içmişəm və taksi gözləyirəm deyənə istədim bunları sizə göstərim nə olduğunu görəsiniz. 200 rupiya. Belə bir bitlədir. Ən böyük pulları budur. 500 rupiya. Ən kiçik pulları 1 rupiyadır, o da varımdır. O da belədir. Bu 2-dir. Elə bir də bunun tayıdır. 20 bu gündədir.
Hamısında da qancin şəkli var. Qancidir bu da, hə, hamısında qancin şəkli var. 20-in beləsi də var uşaqlar, baxın. Hər cürəsi işləyir. Qaltacı Temple'a gəlmişəm. Burada yanında belə bir ağac var. Ağacı rəyləyiblər üstünə, nəsə belə asıb eləyiblər. Bilmirəm heç bu nə məqsədləndir, amma var. Okey. Girişi buradan. Sadəcə bilmirəm, mənə icazə verəcəklər çəkiş eləməyə. İcazə verilməsə heç girməyə düşünmürəm, amma icazə versələr girəcəm təbii ki. Ayaq yalın yenə də içinə xox. Burada məbədlərdə ən zəhləm gedən şey ayaq yalın söhbətidir. Uşaqlar, bura içəri girirəm. Prosta, mənim heç bura meymun məbəd adlanır. Amma mən burada heç meymundan nəsə olacağına inanmıram. Bu da fildax meymun deyil. Girək bir baxaq görək nə var içərdə. Allah fil deyir bu. Bu meymun məbəd deyil axı. Bu kişi mənə Allah deyir. Bura qaltacı deyil məncə. Burada nəsə proses gedir. Qadın dua eləyən var orada. Hindistan var yox mənət, mənə şoka salır da. Taksi gətiribdi ki buradır. Heç bura deyilmiş. 26 dəqiqəlik məsafədəymiş həmən tempo. Satana safırda quran andos. Hələ mənə deyir ki, deyən burada gözlə sənin növbətçi. O sən heç mənə normal istədiyimə düz gətirməmsən. Növbətdə nə tərəf arasın? Ora meymunlar məbəddir. Orada meymunlar çoxdur. Meymunlara sitayiş elə. Gəlib girmişəm içəri filə sitayiş elə. Mən fil neyinəm? Mənə meymun lazımdır. Qaqa. Nə bilim hala, bu yanda nəsə məbəd var. Bura ümumiyyətlə məbədxanadır da demişəm də sizə. Hara yersən məbəd var. Biz indi nə işlə məşğul olaq? Mənim bugünkü planlarım hamısı alt-üst oldu qardaş. ChatGPT-də məni avara qoydu, taksidə məni avara qoydu, özüm də özümü avara qoydum, sən də məni avara qoydun. Nə bilim hala, sizə maraqlı olsun. Bir lamandir olsa gediləsi yerlərdən biri də ora mütləq gedəcək, amma indi hal-hazırda nə edeyim onu fikirləşirəm. Qoy bir dənə fikirləşim. Tapmadım. Neyse. Fikirləşim tapım deyəcəm. Gəl uşaqlar, dedim sizi məlumatsız qoymayayım hər ehtimal. Buranı da araşdırdım, 2 dəqiqənin içində oxudum internetdən. Deyim biləsiniz. Bura Moti Dungri Temple'dır. Dungridir, Dangridir. Nədir axı ki bundan da Dungri yazılır. Mən bilməm nətər oxunur. Uzun sözün qısası. Gətirdiyi səhv yerdir. Moti Dungri Temple'da Ganesh adlı Allaha sitayiş eləyirlər. Uğur gətirən tanrı sayılır və onların sitayiş elədiyi tanrı bundan ibarətdir. Bu qədər. Bu temple'ın içərisini gördünüz, qeyri-adi bir şey yoxdur. Məbədin öz görüntüsünə bir dənə fırlayım, sizə göstərim. Məbədin öz görüntüsü budur. Görüntüdə də bir şey yoxdur. Təpələr, baxın, yuxarıda təpəni görürsünüz. Təpədən bu aşağıda budur, digər tərəfində Barli Manzirdir. Yəni, əslində araları 3 dəqiqəlik fərqlə yaxındılar yəni. İndi mən Central Park'a getmək istəyirəm. Həm gedim pulumu xırda alayım, həm bir Lamandir olsa gözləməliyəm. Bu məni səhv gətirdiyi yerə istəyirəm ki, bir Lamandirdən sonra gedim. Ona görə let's go to Central Park. Okey uşaqlar, baxın yazılıb Central Park. Biz gəldik Central Park'a çatdıq. İlənə görə gəlib görməli olan yerlərdən biridir. Nə bilim ala. Bir suyu Nizam Parkına oxşuyur. Bir suyu Batan qabağına oxşuyur. Belə yığıblar, yığışdırıblar. Əmələ gətiriblər nəsə. Parkdır da qaqa. Bilək gəzək, havamız dəyişir, normal oksigen alaq. Görək burada nə görürük. Burada kol dibində görürsən qızla oğlan zad var. Çəkərdim onunla da. Sadəcə uzanırsan belə, parkda yoruldun, yatırsan. Harada gəldi ümumiyyətlə, nəinki parkda? Daşın üstündə, yerdə, skameykada, maşının üstündə, Rakçaydı neydi onun adı, onun üstündə. Allah nə tapdun da qardaş, nə tapdun? Uzan, yat. Ən yaxşı variant budur. Evin eşiyin yoxdur, gəl yat. Heç kimə dəyib dolaşmır, hamı normal baxır. It's okay for them. Uşaqla eşitirsiniz. Hindistana gələndən 2 dəfə də belə bir sakitlik və quş səsi eşidirəm. Çox qəşəng yer imiş, amma istirahət üçün. Gəzmək üçün düşünmürəm qəşəng yer. Çox sakit. Yoldan kənara keçdin, bir yol qırağındaydıq. Səs-küylü idi. İçəri girən kimi quşların oxuması başladı. Hava təmiz, gözəl, əla yerə oxşuyur. Dəliyə baxın, dəliyə. Burada çox normal hadisələrdən biridir. Harada oldu, dəli ola bilər. Baba. Görsənir burada. Ümid edirəm görsənir. Hop, qaçdı. Necə qoşdu? Necə qoşdu? Onu bu indi divardadır. Meymunlar və dələlər hər yerdə var. Hətta siz aşağılara düşsəz, Hindistanın cənubuna falan filan, orada isə fillər, pitonlar, yəni ilan, kobra da var. Yəni küçədə, bayırda yeriyir onlar. Fili yəni belə getdiyin yerdə yolda görə bilərsən. Çox normaldır. İndi burada şəhər həyatı var, yəni elə şey yoxdur. Orada kənd yerləridir müəyyən yerə. Orada çox, amma çox qəşəng edirəm uşaqlar. Axı ki, sakitliyə düşdüm. Mən bu qədər xaos olar, ha. Bu qədər səs-küy olar ki. Mən Bakıda probkada maşın sürməyən adamam. Yəni mənim çəkilişim olmasa, məcbur olmasa,
Mən heç burada maşın sürməm Bakıda. Ki ola bu probkaya düşüb stres yaşamağımın nə adı var? Okey, motosiklim var, motosiklimlə probkada qalan deyən heç onu da sürmürəm. Dumanlar, köpək, ona var. Gəlib güləşməyə parkda, ona var. Oturublar orada, ha? Cavan qanın qaynayan vaxtı. Güləşirlər. Aycan. Başını qoyub qaqam qızın çiyninə. Qız da deyir ki, bundan zor olan yoxdur da Hindistanda, başa düşdün? Belə olur axı, o yaşlarda elə olur. 20'li yaşlardır, ikisində qanı qaynayır. Biri fikirləşir bundan oynası yoxdur, birisi fikirləşir ondan oynası yoxdur. Amma inan ki, ikimizdən də daha yaxşısı var. İkimizdən də daha pisləri var. Ona görə heç kimlə heç kimi müqayisə eləmək lazım deyil. Okey millət, cəmaat, bax gəlib burada oturdu, uzanıb, oturub. Çox böyük sakitçilikdir. Biraz çox uzaqdan maşın səsi gəlir, amma uzaqdır. Ümumilikdə çox sakitçilikdir. İnsanların sakitçiliyi mənə pozur. Çox böyük parkdır qısaca. Parkı istəyirsiniz sizə belə göstərim. Baxın, olduğum yerə baxın. Görün nə böyüklükdədir. Çox böyükdür, Allah haqqı. Bizim botanika bağından böyükdür. Çox böyükdür, həddindən artıq. Qaşaq parkdır. Yəni dincəlmək üçün, istirahət eləmək üçün Allah parkdır. Okey millət. 15 dəqiqə olar dincimi aldım. İndi düşünürəm, bax gəlib çatıb gedək Birla Mandirə. Neysə, getdik. Hoba. Götürək veşvişimizi. Let's go eləyək. Hoppa! Ki uşaqlar, mən gördüm kommentlərdə mənə çoxlu suallar verən yar idi ki, bəs sən hara tiş-piş eləyirsən? Mən tiş-pişi çox üzr istəyirəm. Bunu da göstərmək üçün bildirəm. Var belə yerlər pulludurlar, 10 rupidir. Və yaxud gəlirsən atelində, hostelində tiş-pişimi eləyirsən. Vacib deyilsən də çöldə cəmaat kimi eləyəsən. Həm o mındarxanaya girmə. Ki bunlar da müəyyən qədər mındarxanadır. Bax düz yanında pulsusu var. Bax bir dəqiqə girdim pulluya mən. Düz yanında da pulsusu var. Bura pulludur, bura pulsuzdur. Bax qaqam şalvarını çəkdi, gördün? Belə. Okey millət. Birla Mandirdən girdi içəri. Açıq imiş. Bu da pulemyot qaqamdır. Oturub orada. Gedirik. Çatdıq biz bura. Qapılar da açıq imiş. Heç bir pul zad da istəmədilər məndən. Düşünürdüm pul istəyəcək. Amma istəmədilər. Sağ olsun, Allah adamıdırlar maşallah. Bir dənə Google Maps-i də bağlayayım, mazğımı aparmasın səsi ilə. Okey, bağladıq. Let's go. Uşaqlar, bu Birla Mandir Birla ailəsi tərəfindən inşa edilibdir. Bir dənə nəfəsimi dərim çatım ora. Daha detallı sizin üçün donişəcəm. Uşaqlar, gözəl görsənir məbəd. Burada nəsə arxadan günəş vurur deyənə biraz buranı işıqlandıraq, okey, hə. Digər tərəfindən daha yaxşı olacaq deyə düşünürəm. Çünki buranın özəlliyi də elə günəş işığı vurarkən ağ mərmərin daha çox parıldaması ilə görünən görüntüdür. Ayaqqabılarımızı çıxardaq həmişə kimi mütləq qaydada. Okey uşaqlar, göstərərək izah eləyirəm. Deməli, Birla Mandir Birla ailəsi tərəfindən tikilmiş bir məbəddir. Bu tip məbədlər Hindistanda çoxdur. Müxtəlif şəhərlərdə və müxtəlif yerlərdə var. Buranın özəlliyi nədən ibarətdir? Buranın özəlliyi ağ mərmərdən olması yeganə Hindistanda ağ məbədlərdən biri sayılır. Ondan əlavə olaraq bu Birla ailəsi bir tolerantlıq göstəricisi kimi burada daxilində başqa filosofların, həmçinin İsa Məsihin də heykəlini qoydurubdur. İndi heykəllərə baxaraq axtaracağam, görüm kimlər var, kimlər yox, amma yəni onları da bir vacib insanlar kimi Hindu məbədində qeyd eləyibdir. Yaxşı, gözəl addımdır və bu Birla ailəsi tikdirdiyi məbədlər arasında ən məşhuru bu sayılır. Birla adı nə idi? Mandir, Birla Mandir. Baxın, diqqətlə bax, ətrafına baxın, mən xırda-xırda sizə göstərirəm. Ciddi işləmələr var və bu tip tikintilərdən ötürü ürəyim gedir şəxsən mənim. Bu bir Hindu məbədidir, gənclər, Hindu. Okey, indi bir heykəlləri də sizə göstərəcəm. Kim hansıdır? Görüntü də çox qəşəngdir. Ümumi buradan şəhərə baxanda da, arxa tərəfə, dağlara tərəf baxanda da Mohan Birla. Yəni ki, buranı tikən adamın Mohan Birla yazıb, yəqin özüdür. Birla ailəsindən əsas üzvlərindən biri olar yəqin ki. Bu isə Yas Devi Birla, Rukmani Devi Birla. Yəni ki, onun həyat yoldaşıdır. Ailə üzvlərindən biridir axır ki. Okey guys, mən indi bunun içərisinə girəm, amma nəzərə alaq ki, bizə çəkişə icazə verməyə bilərlər. Verməsələr çıxacaq heç nə. Böyle bir şey yoxdur burada. İnsanlar gördüyünüz kimi əyləşiblər, dualarını eləyirlər. İçərisi belə ağ rəngdə olunubdur. Təmir edilib daha doğrusu. Gedək Allahlarını da sizə göstərim. Bu heç onların Allahlarıdır. Duanı bunlar eləyirlər. Bu Shivaya da oxşuyur. Krishnaya da oxşuyur. Nə mi? Hansıdır bilmirəm. Bilən varsa onu da yazsınlar axıra. İsə şəhərin oxuş görüntüsündən. Bax, bu qardaş çox ciddi şəkildə bir adam fikir verirəm. İbadət eləyir. Bilməm, bu dua eləyir, nə eləyir?
Amma gözlərini yumub bir dinclik tapıb burada. Uşaqlar, indi gördüm heykəl dediyimiz bax buymuş. Bu İsa Məsih və digərləri. Saint Antoni. O yanda necə oxuya da bilmirəm. Qaldırdım, siz görürsünüz yəqin ki. Günəş də bir tərəfdən vurur. Düz yazılar pozulur batlarında. Madonna Vis, orada yəqin Kristi yəqin ki. Konfusio görsənir ümid edirəm. Buradan günəş də vurur, atrajen də var yerdən. Əks olunma, günəşin əks olunması var yerdən. Gözüm yorulur və baxa bilmirəm orada nə var, nə yox. Yəni adamları bu sütunlara həkk eləyiblər və bir Sokratın bax bu abidədə ayrıca onlara yer ayrılıbdır. Onları unutmadıqlarını, ağıllı insanları, bir alim filosofları da burada yer ayırdıqlarını göstərici olaraq eləyiblər. Fikrimi bilməm, düz ifadə eləyə bildim, eləmədim. Çünki bura mənim nəfəsimdə daralır. Günəş çox pis vurur. Yer də ağdı deyənə, əks olunma gücləndikcə, məsəl üçün sizə bir şey deyim. Günəşin birbaşa sizin gözünüzə vurması, bu sizin gözünüzü zəiflətməz. Amma günəşin qardan əks olunması, bu sizin gözünüzə ciddi zərər vura bilər. Yəni, əks olunma qədər bunda heç nə yoxdur. Ona görə əks olunmuş, məsəl üçün, görürsünüz də fotoqraflarda hətta çəkəndə reflektorla atrajeniya verəndə adam gözünü yummaq istəyir, çünki gözü yandırır. Yəni, əks olunan günəş daha güclü olur, nəinki birbaşa vuran günəş. Heç də uşaqlar, məncə Villa Manzili də burada bitirə bilərik. Yəni, mən sizə indi hal-hazırda turistik gəlib görə biləcəyiniz yerləri göstərirəm. Ümid edirəm ki, bunlar sizə maraqlı olar. Heç inanmıram maraqlı olsun, amma ümid edirəm maraqlı olar. Hindistana gəlsəz görməli olduğunuz yerlərdən biridir. Gedək, indi mən istəyirəm, əslində burada bir hol muzeyim var. Mən ona çatdıracam, çatdırmayacam. Çünki biraz uzaq bir şəhərdən bir kənarlaşmağa istəyirəm. Bir yax gedə bilmədiyim məbədə getmək istəyirəm, Mankes məbədinə. İndi bir saniyə. Baxım görüm, bura yaxındırsa elə orada qeyb deyərəm. Yox, yaxın deyilsə, gedim o məbədə qaydan başı baxaram. Vaxtım çatsa, orada deyib oranı da sizə göstərərəm. Hələlik. Villa Manzildə bu qədər. Gör burada. Hələ bunlar nəyə yerləşdiriblər? Bir deyəm buna bax. Maşın ümid edirəm içərdən görsənir də. Dəli. 10 maşının ayrıca burada qaraj hazırlayıb qoyublar. Niyə lazım? Niyə bu qədər mehribansılıq? Niyə lazımdır qaqam? How? You are so smart. Thank you. Oh, Okay, you are a vlogger? Yeah. Okay. I met this guy. He is very much humble and thank you so much for your time. Thank you. Okay. Gel selfie'mizi çəkək, yolumuza davam edək. Thank you, man. Thank you. Nice to meet you. Thank you so much, Thank bro. you too. Thank you. Thank you so much. Thank you. Okay. Abi gelin gedin də qurban. Hindistanda belə şeylər var. Heç birini çəkməmişəm, sadəcə birini göstərmək üçün çəkdim ki, belə yaxınlaşırlar, sənə şəkil çəkdirirlər. Hamısı profil istəyir. Sadəcə problem deyil, sadəcə vaxtından gedir. Onunla mən söhbət eləsəydim bir rahat yarım saat uzanacaq idi. Bu adam sadəcə içkili idi. Biraz artıq danışdırdı. Belə bu saatda nə içkili olma başa düşmürəm. Amma piyan idi, yəni uzun sözün qısası. Eyni həyat, Hindistanda, Dehlidə olan həyat bax burada da baş verir. İnşallah bu insanlar burada yaşayırlar. Belə kiçik oyuncaqlar satırlar. İndi özlərini göstərmək çox da istəmirəm. Kiçik oyuncaqlar satırlar və həmçinin burada yaşayırlar. Hindistanın hər bir şəhərində var bu. Ay nə bilim, falan yerdə yoxdur, bəhmən yerdə yoxdur deməklə deyil. Var. Yaşayırlar və elə burada yatırlar, elə burada dururlar. Bir dənə çinməklər necə baş verir bilmirəm. Qalan bütün proseslər burada olur. Biz isə yolumuza davam edirik. Nə edirdin orada? Allah, bu qız uşağıdır. Neyse, gedək yolumuza. Uşaqlar, bura xəstəxanadır. Uşaqlar üçün nəzərdə tutulan xəstəxana. Bu isə xəstəxananın ətrafıdır. Qaqam burada xəmir düzəldir. Hey, my friend, what you are preparing? What's the name of this? Name, what's it? Pakora? Pakora, okay. Təmiz şəkildə pakora hazırlayırlar. Bax, belə yeməklərlə qatırlar. Hər nəysə, axı ki, hamısı gəl qiymət soruşur ki, mən düşünürəm. Hamısı marağı gəlir ki, bu kameranın qiyməti neçədir? Bəlkə bir 10-cu dəfə soruşurlar. Mən də yalandan hərəsindən bir qiymət deyirəm və uyğun olaraq dəyişir qiymətlərim. Çünki bəzi yerlərdə düşünürəm, oğurluq faktı üçün bunu soruşurlar. Hoşum uşaqlar, bura institutdur ya hətta. İnstitutdur, yanında xəstəxanadır. Altında da əslində xəstəxana yazılıdır, bilməm. Amma o tərəf konkret pediatrik xəstəxana yazılmışdı ora. Uşaqlar üçün xəstəxana. Qaqam da burada nəsə satır. Konkret bu peraşkiyə oxşuyur. Və belə bir şeylə qatırlar, yeyirlər. Bax, insanlar da gəlib, o kulyokda yığır, o şeyin sosunu kulyoka yığır, bağlayır iplə. Thank you. Burada da nəsə pişirilir, bilmirəm. Xəstəxananın qarşısıdır. Hamı gəlir burada yeyir, içir.
küçə yeməkləri ilə. Arkada da nəsə yudu onu, arkada da nəsə hazırlanır orada ocağın üstündə. Bibi orada bax yeməyin hansısa bir sokunu cəmaatın oturduğu yerdə təmizləyir. Nə idi bilmirəm. Kələm doğrayır. Belə. Bu sən onların ambulanslarıdır. Zibil kimi doludur bura ambulanslarla, çoxlu ambulans elə. Belə gənclər, xəstəxana qarşılığında sizə göstərdim və xəstəxanada belə maraqlı bir başqa şey də var. Mən bu xəstəxanaya aiddir bu paltarlar, yoxsa kimə aiddir? Salladıblar ola, əmi də buradadır. Əmi də burada. 20 dəqiqəlik, daha doğrusu oradan çıxanda bir mandirdən 30 dəqiqəlik yolum var idi. Hal-hazırda bir 20 dəqiqəsi qalıb. Belə faktlarla başımı qataraq sizə göstərərək yoluma davam edirəm. Valla bunu da sizə göstərim. İndi bax bundan qabaqki transformatorun qabağında da eyni şey var idi. Bu gördüyünüz nəcis çox üzr istəyirəm. İnsan nəcisidir və gördüyünüz palçıqlıq CD-dən yaranan, bax hamısı CD-dən yaranan şeylərdir. Hərə gəlib bir tənə işləyir. Burada da hələ tualet yazılıbdır. Bilmədim, for single person. Nə bilim hala. Bunlar hamısı tində, görürsünüz bir damcı. Hamısı CD yerlərdir. Hərəsi yeni bir yer yaradırlar, yeni bir tualet yaradırlar. Maşallah, mənim bu xasiyyətlərini çox sevirəm. Çox yaradıcı millətdir. Nəyidir yaradan məsələlər, bu tualet məsələlərini hər yerdə yarada bilirlər. Bax, hər yerdə var, hər yerdə. Bu da yenə çöldə yaşam sürən gənclər və gənc ailə. Amma yox, bu kişi qocadır. Qoca olandan sonra 5 dənə uşağı var ala. Bu qocalıqla, bu zülmətlə 5 dənə uşağı böyütmək nə vacibdir ki? Əkmə, doğmasın, yaşayın adam balası kimi də. Cəhənnəm, çöldə qalır, 200 qalın da. Bu uşaqları niyə bədbəxt edirsiniz? Hərə bir cürədir, ya Allah hamd olsun. Düzdürmü, mama qurban? Sizcə mən buradan yolu keçə biləcəm? Məncə ölmədən keçə biləcəm. Burada xalq çox böyüdür, dehli deyil bura. Bax, keçdik bura qədər. Onsuz da burada nə piyada yoluna fikir verən var, nə də bir şey. Sizə quşları göstərmək istəyirəm. Quşlar, burada quşların belə saxlanılması çox yerdə baş verir. Çox yerdə quşları yedizdirərək bəsləyirlər. Adi adamlar, bunun üçün xüsusi bir qurum falan yoxdur. Adi adamlar gəlir, alırlar kimdənsə və gəlirlər onları yedizdirirlər. Görün nə qədər quş var. Həddindən artıq çoxdular. Bunlar qarğıdalı yeyirlər, hə? Nə qədər qarğıdalı yeyirlər bunlar? Uşaqlar, növbəti görməli olduğunuz Hindistanda, Jaipurda yer Albert Muzeyidir. Albert Muzeyi bizim qarşımızdadır. Deməli dostlar, bu bu bina kral tərəfindən təyin olunub yaradılması. Məqsəd olubdur ki, əvvəllər adından göründüyü kimi Albert Hall olaraq, yəni konsert məkanı olaraq istifadə olunsun. Binanın görünüşü çox qəşəngdir. Çox qəşəng memarlığı var. Hindi və Hindistan və İngilis memarlığından istifadə olunub, qarışığıdır. Məqsəd olubdur ki, buranı konsert zalı kimi istifadə eləsinlər. Amma zamanla bunu muzeyə çevirməyə qərar veriblər və bu muzeydə ən çox belə maraqlı faktlardan biri 2003 ildən çox var olan Misir mumyası var, belə deyək. Başqa, yəni burada göstərilə keçmişdə olmuş zinət əşyalarını, silahlar, qadınların qab-qacaqları və s. və ilah. Hər yerdə olduğu kimi köhnə, qədimi əşyalardan ibarət muzeydir. Dəyərli olan ən əsas şey sadəcə burada o mumyanın yerləşməsidir və müxtəlif heykəllər də var həmçinin. Uşaqlar, hal-hazırda binanın qarşısındayıq. Çox gözəl görüntüdür. Günəş də ki, arxadan vurur yenə. Çox gözəl görürsən, mükəmməl. Ümumiyyətlə deyim ki, Hindistandakı bütün abidələrin və ümumiyyətlə məbədləri gözəlləşdirən bir detal quşların olmasıdır. Quşlar o qədər çoxdur ki və binanın ətrafına elə səpələnirlər ki, çox gözəl görürsən uşaqlar, çox gözəl. Central Museum, Jaipur. Baxın. Bu da bu binanın gözəlliyi, baxın, çox qəşəng binadır. O, günəş arxadan vuranda necə qəşəng görsənir. Nə gözəldir, nə qəşəngdir. Mükəmməlizm, dəhşətizm, mükəmməlizm. Qəşəng binadır. Qaqamın stoykasına bax, qaqamın pozası. Qaqam. Pulemyotdur qaqam. Pulemyot. Ya. Qaqam qız tutacaq axşam. Qaqam gəldi, qaqam gələn kimi qaqama dedim ki, qaqa, götür beni gittiyin yerə. Gitdiyi yerdə məlumdur, mənim getdiyim yerdir. Ona görə gelirəm oynam onun getdiyi yerə. Görüşərik Temple'da. Uşaqlar, hələlik. Uşaqlar, tamamilə kənar bir yerə gəlmişik. Bu havası da fərqlidir, baxın. Şəhərin görüntüsü də fərqlidir. Çox uzaq bir yerə gəlmişik. Şəhərdən 30 dəqiqə aralıqlı məsafə, motosiklla hələ 30 dəqiqə düşünün. Maşınla gələsi olsaydım birdən 1 saat 10 dəqiqə falan belə vaxt çəkərdi.
yol gəlmişik, tamamilə başqa bir yerdəyəm. Gənclər, çox ucqar bir kənd yerinə gəlmişik. Tamamilə başqa bir yerdir. Heç kim yoxdur, insiz yoxdur, dağın başındayıq. Deməli, yolda plakatlar görürəm ki, Leopard Reserve, nə bilim, nəsə Leopard, vot, buna bax. Yox, bura deyil. Nəsə leopardların burada sağda solda olması ilə bağlı məlumatlar var. Və bura gələnlərin 90% şey kimi gəlir, turla safari eləmək üçün gəlir. Uşaqlar, gəlmişəm, taksidə deyir, bura yaxşı araya deyil, təhlükəlidir. Hətta burada şlaqman zadı var, burada yaşayanlar üçün deyirlər, normaldır. Mən indi qardaşlardan soruşmaq istəyirəm, buradan qayıtmağa heç məvaşı taksi tapacağım, bilmirəm. Hi guys, I can find the taxi for... No. This is He want to go. wait. He didn't want to wait. We can't find, yeah? Taxi. Is taxi. How much will be? Will be main road 50 rupees. One person. Okay. Hey man, if you can stay 15 minutes, I come back and we will go. If you can't, No. please. Back my home. Okay, go. Thank you. Bu getdi, bizi tək buraxdı. Gedək özümüz baxaq. Görək nə var orada. Neyiniyək də, bura qədər gəlmişik. Uşaqlar, burada belə satış olunan yerlər var. Kiçik 3 dənə dükandır. Qarşıda avtobusların saxlaması üçün parking var və qarşıda məbəddir. Mən belə başa düşürəm, avtobusa turla insanları gətirirlər bura gəzməyə və bu da hansısa heyvanın, ya qoyun quzudur, ya da danadır, ayağını gəmirir, sümüyünü gəmirir. Buna veriblər bu sümüyü, gəmirsin. Buna mən yaxınlaşsam bu cumar üstümə. Çünki əlində təbii ki, yemək var və hava çox soyuqdur. Həddindən artıq soyuqdur, qaranlıq da düşür, lap soyuqluğa doğru gedir. Belə gəldik, çatdıq, templin hal-hazırda girişindəyik. Məbədin girişindəyik. Oradan başlayır, dağın qayalıqlarına uyğun olaraq oradan onun hasarını çəkiblər və biz hal-hazırda giririk içəri. Kameranın təcili ipini əlimə keçirdim. Birdən meymun zad olar, cumar. Amma meymunların hava soyuq deyənə çox da olması gözlənilmir. Mən bildim bura aradı. Şəkillərini görmüşdüm. Uşaqlar, xanımlar. Bura gəlirsiniz Hindistana. Bura mütləq gəlin. İki dağın arasında məbəd tikiblər. Çox gözəldir, çox həddindən artıq. Bir şəkillər çıxır burada. Girib internetdə araşdırsınız. Galta yəni. Galta ara verirsiniz J, ara verirsiniz Temple. Bir şəkillər çıxacaq. Düşünürəm, giriş artıq buradan başlayır. Girək. Köhnəli amma. Mən sevirəm bu köhnəlikləri. Burada bir sənə şəkillər çəkmək olar. Gəl gör, sadəcə günəş olmalıdır uşaqlar burada. Hal-hazırda günəş yoxdur deyənə. Rənglərdə rəng canlılığı yoxdur, kontrast yoxdur. Amma bu köhnə şeylər bilirsiniz, gözəl görsənir. Tikli olaraq çox gözəldir. Uşaqlar, deməli, bura giriş, gördüyünüz kimi, mən gəldiyimi gördüyünüz kimi giriş pulsuzdur. Burada ayaqqabı çıxartmaq lazımdır, bir dənə buranı sizə göstərim. Və burada Sage Galav adlı biri meditasiya etdiyi üçün məbəd onun adıyla bağlıdır. İllərlə o burada meditasiya eləyib. İndi gəlib buranı çəkərik, bu okeydir. İllərlə o burada meditasiya eləyibdir və onunla paralel burada meymunlar da yaşayıblar da. Hal-hazırda o meymunları müqəddəs sayıb, qoruyurlar və məbəd tərəfindən qidalandırılır. Əgər əlinizdə paket görərsə meymunlar, yemək görərsə meymunlar, cumub alacaqlar. Bunu biləsiniz. Amma sadə halda fırlansanız onların heç şeyinə işi olmayacaq. Bu birinci məqam. Əsas məqamlardan biri. Buranın müqəddəs sayılması ikinci məqam ondan ibarətdir ki, burada 7 su hövzəsi var. Və bu 7 su hövzəsi heç vaxt qurumur. İnsanlar isə bu suları çox müqəddəs sayırlar. Və bunlarda pavitra deyə bir şey var. Pavitra şeydir, saflaşdırma deməkdir. Onlar gəlib bu sulara girərək özlərinin saflaşdıqlarına inanırlar. Və xüsusi bayramlarda, festivallarda onlar tez-tez bura gəlib bu sulardan istifadə edirlər. Mən hal-hazırda meymunların üstünə gedirəm, ümid edirəm üzərimə cummazlar. Ümid edirəm amma. Yox, əsədilə insanlara öyrəşiblər. Bunu bir dənə yemək məsələsində cumurlar. Kameramda möhkəm tutmuşam. Ümid edirəm heç eləməz. Nə qədər meymun var. Hoppa. Gözəl mənzərə hissəsi buradır. İki dağın arasında bu düzəldilib. Burada meditasiya ona bax yeyir. Nə tapırlar, yeyirlər uşaqlar və doludular. Balacıya bax. Cüppüş. Tullandı üstümə. Gəl. Gəl bir dənə də. Qalx.
Ona tükmə baxır ha. Ayağımı tükünü şeylədi. Əlimdən alma, amma neysə elə, gəl. Gəl, gəl əlimə, gəl. Hə. Hop, hop, yox, kamerama yox. Böyük olsaydı, bəlkə də dartıb əlimdən almış uşaqlar. Bu biraz zəif idi məndən. Dağın üstü doludur meymunla. Hər tərəf meymundur uşaqlar, hər tərəf. Əsə indirəkdədirlər deyəni görsənmirlər. Çox qəşəng məkandır uşaqlar, çox. Buradan indi bir dənə bura baxın. Buradan baxın. Allah, burada nə şəkillər çıxar ha. Bura nə gözəl yerdir. Meymuş. Gəl. Anası ilə yanındasan sən Allah. Anon əsəbləşər. Bu da buna bax, gəldi bu da. Buna bax. Buna bax, ayağıma qalx. Bax. Gəl. Hə. Bax. Qalxırsın. Ona bax. Ay. Onu hamı üstünə qalxırlar. Kamerama görə narahatam yoxsa qorxuram birdən oğurlayarlar kameramı. Dartıb apararlar sonra digər. Hə, buranın da əsas görüntüsü bura sayılır. Bax, buradan çəkilən şəkillər çox gözəl görsən uşaqlar. Çox gözəl çıxırlar. Hə, uşaqlar, meymunların aktivlik dərəcəsini gördünüzdə necə adama yaxınlaşırlar, vecdənə deyir insan. Bir də bunu da cibimə qoyum, qorxuram ujiyə. Birdən cumalılar nəsə eləyərlər. Və buradan yuxarıya doğru yol gedir, mən bilmirdim heç onu. Gedək ora doğru görək, orada nə var uşaqlar, hamı qalxır ora. Oyda, çox gözəldir, meymunlar da qəşəngdirlər. Meymunların bu qədər insana şey olması, yaxın olması çox maraqlıymış. Bax. Ne olursun? Gəl üstümə, gəl. Qorxma. Okey, qorxdu bu. Bu böyüdür, böyüklərdən özüm qorxuram. Dostlar, məncə bura 100% gəlməlisiniz. Əlinizə konfetdən zaddan götürürsünüz meymunlar üçün. Bunlarla bərabər əylənmək üçün bura gəlirsiniz. Günə qəşəkdir. Burada elə gəlib müddəs eləyəsən də. Bu çox gözəl yerdir uşaqlar. Yəni təbiət cəhətdən gözəlliyi var zaten. Plus bunun üzərinə bu məbədin burada tikilməyə lap gözəlliyi qatıb bura. Buna bax, iki dağın arasında. Gözəldir qardaş. İki dağın arasında belə bir yeri əmələ gətirmək çox gözəldir. Dostlar, qardaşımız indi girəcək bu suya, bu hövziyə. Pavitra uşaqlar dediyim kimi saflaşdırmanın adıdır. Onlar burada saflaşdırıldıqlarına inanırlar. Töküyü göstərmə çox bizə. Çox soyuqda deyir şu. Qaqaş pavitra elədi. Faktiki də onu görməyimiz yaxşı oldu ki, gördünüz bu proses necə olur. Kartımızda cəmi 7 dəqiqə yer qalıb. Zaryadkamız azalır. Təcili şəkildə burada nə var göstərək. Çünki olsun buradan sonra gedə biləcəyimiz məkan yoxdur. Hava qaralır ciddi şəkildə. Mən burada bir dənə, ay Allah, burada kənd var ya. Və bura dağlıq bir kənd yeridir uşaqlar. Bu tərəflərdə dağılıb gedibdi. Qəşəkdir amma. Mən bir göstərdiyim 1000 dənə yer var idi də. O yerlərdənsə bura gəlməyi daha üstün görürəm. Çox uzaqdır, şəhərdən razıyam. Bunlar niyə qaçırlar? Yəqin onları ya çağırırlar ya da buradan arancırlar ki, bunlar hərəsi bir məbədə soxur bunları. Mənim düşüncəmdə oralara getməkdənsə bu yerlərə gəlmək daha gözəldir. Yəni mən bu belə şeyləri daha çox sevirəm, nə yalan deyim. Bu mənim şəxsi yanaşma, yıxılmışdım. Şəxsi yanaşmam, şəxsi baxışımdır. Ana-bala necə oturublar hə? Heyvanda da olsa ana, bala. Nə qəşəng görsən. O donqucoğluyu qaçırlar. Burada elə mükəmməl sükut var. Və burada elə mükəmməl sakitlik var. Bu sükutun, bu sakitliyin içərisində dincəlmək istəyir. Amma bu dincəlməyin içərisində yadıma düşür ki, mən avtobusa bugün minə bilməyəcəm. Bugün də gedib oteldə yatacağım. Hələ hər şey bir yana. Görün buradan taksi tapacağım qayıtmağa. Qardaş mənə deyir ki, bura dedi təhlükəli şeydir. Bura leopardlarla doludur. Bir leopardla doludur, çox təhlükəli yoldur. Buradan insan ayaqla gəzərək gedə bilməz. Meymunu tutur leopard, ona baxın qalxır, tutur. You take video? Yes, up there, near water pool. Allaha and olsun, dəli şeytan deyir ki, bas gedi, gözləmə onu. Bilmirəm, şeytana qulaq asım, yoxsa buna qulaq asım. Əgər bu insanlar bu yolu gəlirlər, gedirlərsə, heç bir təhlükə yoxsa, niyə mənə qarşı təhlükə olmalıdır? Bu hardan bilir ki, mən Azərbaycan, niyə bunlar hindilərdir? Bu leopard hardan bilir? Bunlara cummaq olmaz, Azərbaycanlıya cummaq olar, nətər olur o? Fikirləşirəm, gedim. Yəni, mən Qafqazlıyam, yəni bir dənə leopardla bacarmayacağım mən səncə. Gördüm, tur şeyə gedir, avtobusu gedir. Dairədən xahiş elədim ki, məni götürə bilərsən əsas yola qədər. Dedi, конечно, götürə bilərəm. Okey millət, düşünəm mən. Hoppa. İndi biz taksi çağırıb
getməliyik otelimizə. Uşaqlar, burada düz Domino'sun yanında, mən Domino's pizzanın yanında, oyda görsənmir ki, hə? Domino's pizzanın yanındayam. Burada nəsə var? Bütün, mən dünən də gəlmişim, indi belə Hindistanlar hamısı buradan yemək yeyirlər. Bilmirəm bu nədir, nə deyil. Yaxşıdır, yaxşı deyil. Amma adamlar düz Domino's pizzanın yanında olan yerdən yemək yeyirlər və burada böyük kütlə var. Düşünürəm ki, yeri yeməkləri olsa da dadlı yeməkdir ki, insanlar sevirlər və bura gəlirlər. Amma bizim yolumuz Domino'sdan keçir. Daxil oluruq Domino'sa. Deməli, mən burada sifariş edirəm. Barbekü sosu ilə toyuq, bir dənə toyuq saskası ilə pizza, bir dənə barbekü toyuqla və istiotla bir yerdə pizza, bir dənə bunların özünə məxsus garlic bread dedikləri bir şey var. Çörəkdir, sadəcə üzərində nəsə belə xüsusi ədviyyatlar qatıblar, dad veriblər. O, bir dənə kola. Gəldik, həqiqə, gəldik. Deməli, uşaqlar, bunlar heç məlum məsələdir. Bu dediyim çörəkdir, bunlar da şeydə əlavə ədviyyatlardır. Bu dediyim çörəkdir, bu toyuqlu pizzadır, bu isə toyuq saskalı pizzadır. Yəni iki pizzanın ikisi regular ölçülədir və bir dənə kola və bir dənə də çörək. Deməli, gəzəniz. Ola, uçduq deyə. Deməli, neyiniz gəzər? Necə vurdunuz, uçdu yalan. Bunu açdınız. Burada pepperdir, istiot. İstiot tökürsünüz, ətrafa belə yayırsınız. Bu nədir? Oringini sesiyyongu, nə bilməm nədir, amma dünəndən tökmüşdüm bunda. Dünən yedim, xoşuma gəldi, yəni yenisini təkrar edirəm. Vəssan bu qədər. İçi boş çıxdı. Bunun içi boş çıxdı. Görə bu nədir? İnşallah bunun içində var. Bunu tökürük, inşallah. Ətrafa səpəliyirik. Səpələndi mi? Yox. Sonra sizə belə bir ketçup verirlər burada. Hop, hop. Hoppa. Tatlıdır, vallahi çox tatlıdır. Hindistan yeməklərini fikirləşib dərd eləməyin adı yoxdur. Hər yerdə McDonald's. Mən McDonald's dəhlində yedim, bərbad idi. Çörəyi bərbad idi. Qurumuş, köhnəlmiş. KFC yedim, dadlı idi, amma KFC'nin problemi nə idi? KFC'nin bütün yeməkləri vegetarian yeməkləri idi. Mən ət istəyirəm də. Qardaş, mən Qafqazlıyam. Okey millət, hər ehtimal dedim ki, bu videonu çəkim birdən alınmazsa. Çünki otelə indi çatmışam və çox yorğunam, həddindən artıq yorğunam. Dostlar, bugünlük videolarımız bitir. Növbəti videolarda görüşənədək mən indi hosteldayam. Yorulmuşam, istirahətə gəldim. Sabahlarım davam eləyəcək. Səyahətimiz dayanmır. Başqa şəhərlər, həmçinin olduğumuz şəhər də daxil. Ən əsası siz like etməyi, komment etməyi və ən vacibi izləməyi unutmayın. Mənə dəstəyiniz çox vacibdir. Siz nə qədər dəstək olsanız, mən o qədər gəzmiş olacaq. Görüşərik, hələlik. Ümid edirəm bəyəndin. Mənə də sizin baxmağınız zövq verir. Hələlik, görüşərik.